Erməni ordusunda son dövrlər hərbi xidmətdən yayınma, postu özbaşına qoyub aradan çıxma kütləvi hala çevrilib. Panikada qaçan erməni ordusu komandanı baş prokurora məktub yazıb. Ölkə azının əldə etdiyi məktubda erməni ordusunun komandanı Levon Mnakatsanyan iyul ayının əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin Füzuli istiqamətində yerləşən Alxanlı kəndindəki mövqelərdən həyata keçirdikləri raket atəşlərindən sonra erməni ordusunun bir qrup hərbi qulluqçusunun panikaya düşərək öz döyüş postlarını tərk etmələri haqqında yazır. Mnakatsanyan təəssüflə qeyd edir ki, Azərbaycan tərəfinin əməliyyatlarından sonra yaşanan panika əhval-ruhiyyəsindən sonra müddətli xidmət edən bir qrup erməni hərbçisi Qarabağ ərazisini özbaşına tərk etməyə cəhd ediblər. Lakin onlara polis postundan keçmək nəsib olmayıb. Sorğu-sual zamanı postdan qaçan əsgərlər suallara cavab verməkdən imtina etsələr də, bu hərbçilərin gözlərinə baxmaqla aydın olurmuş ki, bir illik xidmətdə olan əsgərlərin panikaya düşmək səbəbi düşmənin, yəni Azərbaycan tərəfinin artilleriya atəşindən irəli gələn qorxudur. Vaxtınızı ayıraraq videoya baxdığınız üçün sizə təşəkkür edirik. Sizə maraqlı ola biləcək yeni videolar üçün xahiş edirik Maraqlı TV kanalına abunə olmağı, videoları bəyənərək şərh yazmağı unutmayasınız. Bununla siz öz kanalınıza kömək etmiş olursunuz. Çünki Maraqlı TV sizin kanalınızdır.